Salam əziz izləyicilər. 2026-cı il mart ayının 9-da 11-ci siniflər üçün buraxılış imtahanının mətn suallarının izahını verəcəm. Deməli, Dərbənd ətrafı mətninə əsasən bizdən deməli 41-ci sualla davam edək. Əvvəldə rəqəm yazılmış hansı cümlələri mətnindən çıxarsaq, məzmuna xələl gəlməz. Biz burada əslində 4-cü cümləni çıxarsaq və bir də bu qarşısında 5 yazılanı çıxarsaq heç bir problem olmaz. Burada 41-də cavab variantımız A olacaq. Klasteri tamamlayan fikirləri Toxtamış işğalçı hökmdardır. Mətnə görə doğrudur. Dərbənd keçinin ələ keçirilməsini əhəmiyyətli hesab edir. Bu doğru fikirdir. Düşmənin necə həmlə edəcəyini qabaqcadan müəyyən edir. Bu düşmənin necə həmlə edəcəyini qabaqcadan dəqiq təyin edir. Bu müəyyən edir. Bu yanlışdır. Yaranan fürsəti dəyərləndirir. Bəli, 1-3. O fürsət hansı fürsət idi? Əmir Teymur İbrahimə kömək etməmək fikrini deməli bu fürsəti dəyərləndirir. Cavabımız olacaq 1 və 3. D variantı olacaq. Şirvanşah İbrahimin müttəfiqlə danışdı. Belə bir fikir yoxdur. Şəhərin boş olduğunu güman edib döyüşçülərə şəhərə daxil olmağı əmr edən Toxtamış deyildi. O kim idi? Cormağan xan idi. Ona görə cavabımız 1-3'dür. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Əmir Teymur Kür çayının sahilində niyə düşərgə salıbdır? Mümkün deyil. Bir də Toxtamış xanın Əmir Teymurla ədavət bəsləməsinin səbəbini müəyyən etmək mümkün deyil. Cavabımız olacaq Y variantı. Üzərində rəqəm yazılmış sözlər əsasında. Deməli, birinci sözümüz bizim içində də yeriməkdir. Şirvan üzərinə yerimək burada ifadə edir. Hücum etmək anlamını 1'ə uyğundur. C variantı. 2'də də yerimək burada addımlamaq mənasını ifadə edir. Sonra biraz yeridir. Yani addımladı. A variantı, bir de D variantındaki burada bir qoca köhnə paltar əynində yeriyir yolda torba çiynində. Cavabımız olacaq D variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri bizdə müəyyənləşdir deyir. Deməli, baxacam. Toxtamışın planları arasında maddi mənfəət əldə etmək də var idi. Bu mətnə əsasən var idi. Çünki ən sonda deyir ki, biz niyə Şirvandan çoxlu qənimət qoparaq deyir. Bir var. Şirvanşah İbrahim xan əhalini Dərbətdən zorla çıxarmışdı. Belə bir fikir yoxdur. Mən 2'ni avtomatik olarak siləcəm. Qalada müqavimətlə qarşılaşan Toxtamış xan geri çəkilməyə məcbur olur. Səhvdir. Bunu götürəcəm. Dərbənd üzərinə hücuma keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün göstəriş almışdılar. Göstəriş alıb Dərbənd üzərinə hücuma keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün. Bax burada deməli o hissəni mən sizə oxuyum. Baxaq. Baxın, bu hissədə deyir ki, döyüşçülər qala divarlarına yox, bu burada değildi. Deməli, qala divarlarını dağıtmaq təlimatı almış döyüşçülər Dərbənd üzərinə yeriməyə başladılar. Yəni bu üçün 4-cü fikir mətndə var. Cavabımız olacaq deməli 1-3, bir də 5 də Çaparın gətirdiyi xəbər Toxtamış xanın əhval-ruhiyyəsində dəyişikliyə səbəb olmuşdur. Bu mətnə görə deməli doğru fikirdir. Niyə də yanlış ehtimal olsun. Amma burada 6'ya baxsa Şirvanşah İbrahim ilə Əmir Teymur arasında soyuqluq var idi. Biz bunu neyə bilirik? Ehtimal edə bilirik. Cavabımız olacaq D variantı. Deməli, əvvəldə işarə qoyulan sözlərin qarşılığını bizdən yazmağı tələb edir. Deməli, birinci təyin etdiyi sözdür. Təyin etmək. İkinci isə ikinci sözümüz hansı idi burada? Təxliyə etmək. Ümumiyyətcə təyin etmək hansı mənanı ifadə edir? Müəyyənləşdirmək, dəqiqləşdirmək. Və buradan qeyd edəcəm. Birinci sözümüz deməli müəyyənləşdirmək, dəqiqləşdirmək. Müəyyənləşdirmək. Yaxud dəqiqləşdirmək. Dəqiqləşdirmək. Bu birinci sözümüzün izahıdır. Aydınlaşdırmaq və s. Bu mənanı ifadə edir. İkinci sözümüz isə bizim təxliyə etmək, yəni çıxarılma, köçürülmə. Bax, buradan yazıram. Çıxarılma, köçürülmə, köçürülmə. Bu mənaları ifadə etmiş olacaq. Altına xətt çəkilmiş cümlələri mətnin üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirib yazmaq tələb edir bizdən. Burada da qaladakı sakitliyi görən deməli Toxtamış xan narahat olur. Bunu məsələn ağır belə yaza bilərik ki, məsələn qaladakı ağır sükut, məsələn bax, qaladakı ağır sükut, ağır sükut. Deməli Toxtamış xanın neynədir? Ürəyinə kölgə saldı məsələn. Ürəyinə kölgə
kölgə saldı. Bu birinci. Məsələn, yer yoxdur, yaza bilmirəm. Məsələn, qalanın üzərinə çökmüş dərin sükutu görən Toxtamış xanın ürəyində narahatlıq küləyi əsdi. Nə bilim, qalanın susqunluğunu, daha doğrusu qalanın susqunluğu Toxtamış xanın ürəyini sıxdı. Nə bilim, qalanın daş divarlarına hopmuş səssizlik Toxtamış xanın qəlbini nigaran qoydu. Belə bu kimi fikirlər yaza bilərik. Yaxud belə, yəni bu tipli məcazi mənalı ifadələrlə zənginləşdirib yazmaq olar. Mətnə əsasən Şirvanşah İbrahim obrazı ilə bağlı cədvəli doldur. Biz bu cədvəli bilmirik. Mətndə nöqtələrin yerinə uyğun fikirlər yazmaqla cümləni tamamla. Baxaq görək burada nə deyir. Deməli, burada qeyd edir ki, Toxtamış xan şəhərin alınmasının həm deməli böyük itkilər hesabına, bax böyük itkilər hesabına olacağını, həm də çoxlu döyüşçü, məsələn yaza bilərik ki, çoxlu döyüşçü itirəcəyini nəzərə alıb deyir. Aydındır bu şəkildə. Nə bilim, belə və yaxud da şəhəri almaq üçün vaxt itirmək, şəhəri almaq, vaxt itirmək, onu ikinci dəfə yaza bilərik. Yaza bilərik ki, məsələn, itkilər vermək. Toxtamış xan şəhərin alınmasının həm itkilər vermək hesabına olacağını, həm də vaxt itirəcəyini nəzərə alıb. Belə də yaza bilərik. Bu şəkildə biz cədvəli doldura bilirik. Sən saydığını say, gör fələk nə sayır. Atalar sözünü mətndəki iki müxtəlif məqamla əlaqələndirib fikirlərinizi yazmaq. Baxaq görək nə yaza bilərik. Biz burada mətnə əsasən iki müxtəlif məqamla əlaqələndirə bilərik. Bir buradadır. Toxtamış xanın qoşunu Samur çayına doğru hərəkət edir və neynir? Şirvanşah İbrahim də düşmən qoşununun yolunu üstündəki kəndlərdən əhalini təxliyə edir. Qoşunun sayını artırır və müttəfiqləri ilə danışıqlar apararaq əks həmləyə hazırlaşırdı. Yəni Toxtamış düşünürdü ki, Şirvanşah İbrahim artıq məğlub olub, qaçıb və s. və ilə axır. Bu məqamı deyə bilərik. Bir də bu məqam var ki, burada deməli neynirirdilər? Cormağan xan şəhərin də boş olduğunu zənn edib döyüşçülərə şəhər darvazalarını da açmaq üçün hasara dırmaşmağı əmr edirlər. Lakin döyüşçülər hasara yaxınlaşa bilmədilər. Çünki onların üzərinə ox yağdırırdı. Yəni bunlar düşünürdülər ki, artıq şəhər boşdur, lakin belə deyildi. Bir də bu məqam. Yəni sən saydığını say, gör fələk nə sayır məqamı. Bir də bu məqama görə yaza bilərsiniz. Azərbaycanda xalq deməli parçaçılıq sənəti ilə bağlıdır. Baxaq görək suallarımıza. Üzərində rəqəm yazılmış sözlərdən biri mətndəki mənasında. Bəli, burada yoldaş düz yazıbdır. 5-ci sözümüz bizim burada nədir? Araşdırmalar göstərir ki, yəni burada da təcrübələr bu fikrin doğru olduğunu göstərir. Yəni A variantı olacaq. Burada Min bir gecə nağılından çəkilmiş illüstrasiyalar deyir ki, burada da nağıl məsələsi buradadır. Baxın, Azərbaycan xalq nağılları və s. və ilə axır. Ona görə verilən bu fikri biz 3-cü abzası artırsaq, daha doğrusu qarşısında 3 yazılan, 3 nömrələnmiş hissənin yerini artırsaq, məzmun ardıcılığı pozulmaz. Burada da B olacaq. Doğru yanlış ehtimala baxsaq, Azərbaycanda parçaçılıq sənətinin nümunələri qazanc məqsədi ilə satılıbdır. Bəli, məsələn, burada qeyd olunur ki, bax, burada sonralar satıcı bu nadir parçanı mənfəət əldə etmək üçün bir neçə hissəyə bölüb müxtəlif şəxslərə satıb. Bir var. Burada sadəcə ipək parçaçılıq sənətkarları sadəcə ipək parça istehsal edirdilər. Yox, bu yanlışdır. Deməli, Azərbaycan parçaları haqqında müxtəlif mənbələrdə məlumat almaq mümkündür. Bu doğru fikirdir. Niyə yanlış olsun ki? Daha sonra Şamaxı və Təbriz ipəyindən rusları üçün geyim hazırlanması. Burada Şamaxı idi, yoxsa Təbriz, Şamaxı ipəyindən hazırlanıb. Təbriz ipəyindən yox, sonra da ki, bu 1663-cü, 17-ci əsrdir. Ona görə burada 4-cü fikir yanlışdır. Antik mallar alverçi bir neçə hissə bölərək müxtəlif şəxslərə satdığı parçanı Təbriz şəhərindən almışdı. Biz bunu ehtimal edə bilərik mətnə görə. Çünki bu hissələrdə demişdi ki, Təbrizdə toxunmuş ipək parçaların bir hissəsi saxlanılır filan muzeydə. Bu hissənin üzərində qızılbaş paltarı geymiş bir gənc atlı, nə bilim mən, onun tutduğu düşmən təsvir olunubdur. Sonra nə araşdırma göstərib ki, bu parça əvvəllər İstanbulda antik mallar alverçisində olubdur. Sonralar satıcı bu parçanı mənfəət əldə etmək üçün bir neçə hissəyə bölüb müxtəlif şəxslərə satıb. Biz bunu ehtimal edə bildik ki, deməli Təbrizdən olubdur. Təbriz şəhərindən almışdı o parçanı. ehtimal edə bilərik. Burada isə 6-da Şərq Xalqları Muzeyində saxlanan parçanın üzərində düşmənin ələ keçirməsi təsvir olunubdur. Bu, bəli, bu hissələrdə göstərilirdir ki, hara getdi o?
Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Deha. Şərq Xalqları Muzeyində nə bilim mən kəmətlə tutduğu düşmən məsələsi bu 6-cı fikir var. Cavabımız olacaq A variantı. 54-cü suala əsasən xalq mahnılarında burada toxunan parçaya işarə edilirdi. Bir Şamaxıda bir olan variantı həmən siləcəm. Mənbələrdə buraya ticarət məqsədilə göndərilən heyətdən söz asılır. 2 ortada olmalıdır. Çünki bu hissəyə baxın. Bax buradadır. Şamaxıya və Təbrizə parça almağa göndərilən ekspedisiyalar. Yazılı mənbələrdə bu haqda məlumat var. Ona görə 2 ortada olmalıdır. Birinci mən 2-ni götürəcəm. 2-ni mütləq götürürəm. Parça toxucuları şəhəri tərk etmə məcburiyyətində qalır. Belə bir fikir yoxdur mətndə. Deməli, yəni ortaq fikir kimi yanlışdır. Bəzi əməlxanalarda hazırlanmış parçalar yüksək qiymətə satılırdı. Bu həm deməli həm Təbriz, həm də Şamaxıya aiddir. Bir dənə bura baxın, Təbriz və Şamaxının bəzi emalxanalarında toxunan zərli parçalar baha qiymətə satılırdı. Ona görə 4-ü də mən siləndə cavabımız nə qalacaq? B variantı olmuş olacaq. Altına xətt çəkilən sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Baxaq görək, burada hansı ola bilər? Burada deməli, məmulat sözü bu istehsal olunmuş, hazırlanmış şey mənasında bu getdi. Daha sonra 9-12-ci əsrə aid məxəzlərdə, məxəz burada mənbə, sənəd mənbə deyilir, bu getdi. Daha sonra parçaların belə şöhrət qazanmasına səbəb gözəl və davamlı olması, davamlı yəni çətin dağılan, gec yırtılan mənasındadır. Daha sonra nə var burada? Rəssamların tabloları, tablo burada portret ornament mənasını tam ifadə etmir. Ona görə cavabımız D-dır. Amma antik mallar, antik yəni nadir tapılan dəyərli mənasını ifadə edir. 55-də də D olmuş olacaq. Mətnə əsasən cədvəli mən görmürəm, ona görə tamamlaya bilmirəm. Əvvəlində işarə qoyulan sözlər əsasında cədvəli dolduracağam. Əvvəlində işarə qoyulan sözlər, deməli, bir burada daşıyan sözüdür. Bir də tutduğu, indi bu da cədvəli görmürəm mən, doğrudur. Amma ifadə etdiyi mənalarını demək olar. Deməli, burada tutduğu, bir də daşıyan sözlər oldu. İndi mən cədvəli bilmirəm, amma həmin sözlərin ifadə etdiyi mənalarını yazsam, yəqin ki, indi bu necə deyərlər, testi yazan uşaqlar biləcək. Burada daşıyan sözü, yəni özündə cəmləşdirən mənasını ifadə edir. Özündə bədii xüsusiyyətləri özündə daşıyan, yəni özündə cəmləşdirən mənasını ifadə edir. Nə bilim, özündə olan, malik olan bu mənaları ifadə edir. Digər sözümüz isə tutduğu, yəni ələ keçirdiyi, yaxaladığı, yaxud əsir aldığı bu mənaları ifadə edir. Buna ifadə etdiyi mənalara əsasən cədvəli düzgün yaxud yanlış yazdığınızı müəyyən edə bilərsiniz. Sonra çərçivəyə alınmış cümlədə uyğun düzəlişlər aparmaq lazımdır. Yalnız qüsurlu məqamlarda. Səfəvilər tarixində yox, Səfəvilər dövründə olmalı idi. Azərbaycanda olmuş məşhur Fransız səyyahı Sarden burada müxtəlif parça növlərinin toxunduğunu gündəliyində istinad etmiş, gündəliyində qeyd etmişdir olmalı idi. Belə, bu da belə. Daha sonra mətndə deməli, iki müxtəlif tərkib hissədə bir-birinə ziddiyyət təşkil edən cümlələr var. Bunları müəyyən edib yazmaq lazımdır. Birisi budur, bir budur. Bu hadisə Azərbaycanda parça sənətinə böyük zərbə vurubdur. Deməli, həmişəlik İstanbula aparıblar və bu hadisə Azərbaycanda parça sənətinə böyük zərbə vurubdur. Burada da yazır ki, bu sənət sahəsi yarandığından bu günə qədər daima yüksək səviyyədə inkişaf edibdir. Burada yüksək səviyyədə inkişaf edibdir. Burada da deyir ki, parça sənətinin inkişafına böyük zərbə vurubdur. Bunlar bir-biri ilə ziddiyyət təşkil edən məqamlardır. Daha sonra Azərbaycan parçalarının şöhrət qazanmasında müxtəlif sənət növlərinin də rolu olmuşdur. Bəli, bu deməli, parça sənət, müxtəlif sənət növləri dedikdə burada zərgərlik sənətini biz qeyd etməliyik. Haradaydı o hissə? Bir dəqiqə onu tapacağım. Aha, bu hissələrdə idi. Baxın burada toxunma parçalarının saplarını zərgərlər hazırlayırdılar. Qızıl və gümüşü zindanın üstündə nazik vərəq şəklinə salına qədər döyürdülər. Sonra metal alətin deşiyindən keçirib sap halına salırdılar. Bəli, bu hissələrdən götürüb yazmaq lazımdır ki,
Deməli, Azərbaycan parçalarının şöhrət qazanmasında həmçinin zərgərlik sənətinin də rolu olmuşdu. Belə ki, zərgərlər nə edirdilər? Zərgərlər deməli, qızıl və gümüşü zindanın üstündə nazik vərəq şəklində salana qədər döyüb, daha sonra həmin vərəqləri metal alətindən, deşiyindən keçirib, sap halına gətirib və toxuma parçalarının saplarını belə deyək də, nə edirdilər? Deməli, qızıl və gümüş saplarla bəzəyirdilər. Belə fikirlər yazmağınız doğru olmuş olar. Belə bu qədər. Videonu bəyənirik, kanalıma abunə oluruq. Belə hər birinizə uğurlar arzu edirəm və bir qədər tələsik videonu çəkdim ki, qoy uşaqlar yararlana bilsin. Sağ olun.